Allahümme salli ala Muhammed və ali Muhammed. Bismillahirrahmanirrahim. Salam. Əziz izləyicilər, vacı salamlayırıq sizi. Hər vaxtınız xeyir olsun. Aleykümselam ve rahmetullah berekatuhu. Rəcəb ayını geride qoymuşuq. Şaban ayının gözəl mənəvi dolu günlərini yaşayırıq. Nimi Şabana doğru gedirik. Və özü əslində bu 2 aylıqla götürsək, özü mübarək Ramazan ayına doğru gedirik. Və bu 2 ayda ki yaşayırıq Şaban ayı ilə bağlı da Rəcəb ayının dualarına toxunmuşuq, geniş şərh olunub. Şaban ayı ilə bağlı müəyyən mövzulara toxunmuşuq. Bu mövzuları ümumi olaraq toparlasaq, ilk olaraq bu mövzularla bağlı giriş eləyin. Bu mövzuları balaca bir yenidən toxunuşumuz oluyor. Sonra bizi mübarək Ramazan ayının günlərinə doğru, dualarına doğru gedəcək inşallah. Buyurun. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ben de öz növbəmdə bütün əziz tamaşaçıları salamlayıram. Değerli Hacı Mətləb əzimləri Aleykümselam. Allah'a sonsuz şükürlər deyirəm ki, bizə bu lütfü nəsib eləyib. Bu qarma-qarşı dünyanın içində bu nurani, önemli, əhəmiyyətli, birinci dərəcəli, vücudi mövzularda danışmaq, düşünmək, tədəbbür eləmək, axtarış eləmək, səy göstərmək nəsib eləyib. Bizim həyatda iki cür yaşamamız mümkündür. Bir budur ki, biz gələk ilahi proqram üzrə əziz Peyğəmbərimizin Allahın salamı olsun ona və onun pak əhl-i beytinə və əziz Peyğəmbərimizin və onun pak əhl-i beytinin Allahın salamı olsun onlara, onların getdiyi, qurduğu bir həyat yolu və tərzi ilə yaşayaq. Peyğəmbərimizin ilahi, mənəvi proqramı üzrə yaşayaq. Ya da ilahi rəngi olmayan bir həyat tərzi yaşayaq. Harda ki biz bu cür yaşamırıq, harda ki biz Peyğəmbər və onun pak əhl-i beytinə Allahın salamı olsun onlara buyurduğu həyat tərzinə uyğun yaşamırıq, biz əhlullah olmaqdan, Allah əhli olmaqdan çıxırıq. Biz qeyri-ilahi rəng aparıcı olan dünya vurğunluğunun içində batırıq. Və mövzu budur. İndi mübarək Ramazan ayı öncəsi, Şaban ayının bu nurani günləri, Rəcəb ayı geridə qalıb. Sizdə bu yolun yolcusu, bu mənəvi 3 aylığın yolcusu Rəcəb ayından başlayaraq hədəfi çox aydındır, bir mənalıdır. İstəyir əhlullah ola, istəyir Allah əhli ola, istəyir Allah bəndəsi ola. Bu isteği aydın bir istekdir. Və Allah bəndəsi olmaq üçün etməlilərdən yox, ne üçünlərdən yox, əvvəl bu hala sahiblənməklə başlamaq lazımdır. Və biz Rəcəb ayında bunu öyrəndik ki, bu hala sahiblənməni, bu hala yələnmə ümidləndir. Ümid, Allahın geniş rəhmətinə ümid, məyyusluqla bu yol gedilməz. Allahın geniş rəhmətinə ümid, ya mən ərcuhu li kulli xeyr. Ki o görür o hər şeyi, bilir və etdiyimiz hər mövzunun mükafatını verir. Və bir aramlığımız da var, əminliyimiz də var ki, geri bu hala malik ola. O tələsmir bizi cəzalandırsın. O bizə fürsətlər tanıyır. Biz qəsdən, bilərəkdən, əgər israrımız olmasa günahda, yanlışda, o tələsmir bizi
cəzalandırsın. Azın müqabilində çox verir. Və bu kimi. Axırda gəldi strateji hədəf hərrim şeybəti ələnlər, hərrim şəri ələnlər, hərrim cəsədə ələnlər. Ki, nəhayətən məzmunu budur ki, elə ki, mənim bədənim varlığıma cəhənnəm ateşi haram olsun. Bəli. Sonra gəldik, çatdıq Şaban ayına. Şaban ayının birinci mövzusu ki, deyir salam göndər Peyğəmbər və onun pak əhli beytinə və eşitməni, duyməni və halı bəyan eləmə var Şaban ayında. Yəni, bu haldayam mən. Mən bütün qeyri-ilahi rənglərdən, bütün ikinci dərəcəli mövzulardan qaçmışam, sənin hüzuruna gəlmişəm. Sənə pənah getirmişəm. Şaban ayındakı o münacat Şabaniyədə mən pənah getirmişəm. Özdə necə pənah götürmüşəm? Həqirliyi izharla, yalvarışı izharla, ümidi bir də yada salmaqla. Və mən bilirəm, sən hər şeyi bilirsən. Mənim qəlbimdəkini bilirsən, varlığımın içindəkini bilirsən, dilə getirməyimdən qabaqda bilirsən, qəlbimdəkini formalaşdırıb ötürmədən də qabaq, sən hər şeyi bilirsən. Amma bir qənaətə ki, gəlir bu hallan danışır Allah bəndəsi ki, məni məhrum eləsin, kim mənə ruzu verər? Bax, burada da bir dənə aparıcı hədd budur. Ki, ardınca da nöqtələr var və s. Bax, mən vurğu elədim ki, baxır, Rəcəb ayı və Şaban ayı, indi biz bunları toparlanaraq gedək, inşallah fürsət eləyər gün Ramazan ayına gedərik. İnşallah. Buracan sizin nə suallarınız varsa keçən bir mövzulardan da məndə biz xidmətdəyik inşallah. Hacı, bu mübarək Ramazan ayı öncəsi ki, bu mənəvi dolu aylarda iki dənə gözəl birində münacatdır, o Şabaniyə münacatıdır, sonra da Rəcəb ayının duası var. Bu duaları çox maraqlı bir şey istərdim fikrinizi bildirəsiniz bura. Ki, əhlullah məsələsinə də toxundunuz. Yəni, Allah nə üçün yaradıbsa, o istiqamətdə yaşayan bir varlıqdır da əhlullah. Hacı, biz bu duaları oxuyan hər bir müsəlman Əhlullahın əksi nədir? Şeytan əhlidir. Şeytan əhlidir, dünya əhli. Dünya əhli, bəli. Dünya əhli. Əhlullahın əksi dünya pərəst. Dünya vurğunu. Dünya pisdir ki. Amma dünya vurğunluğu pisdir. Dünya pərəstliyi pisdir. Dünya bir vasitə kimi gözəldir. Allaha çatmaq üçün. Dünya özü özlüyündə hədəfə çevriləndə dünya vurğunluğu təhlükə oradadır. Əhlullah sözü, yəni mən Allah bəndəsi kimi Allah üçün əhvalı ilə yaşayıram. Əhlullah budur. Yəni biz əhlullah olsaq, Allah əhli olsaq. Çox maraqlı bir sözdür. Dünyaya bağlı olmaq, hədəf olaraq dünyanı seçməmək. Çox maraqlıdır. Deməli, insanlıqdan çıxma məsələsi, biz o pərəstiş məsələsini, bağlılıq məsələsini, vasitə məsələsi ilə sanki yerlərini dəyişmişik. Biz məsələn Allaha bağlı olmaq, Allah üçün yaşamaq, ona pərəstiş eləməliyik, dünyanı vasitə eləməliyik. Bəzi insanlar isə çox maraqlıdır ki, yəni əksəriyyət, yəni dünyaya baxış tərzi fərqli olan insanlar isə sanki hədəflərinə çatmaq üçün pərəstiş olaraq dünyanı seçiblər. Hədəfə çatmaq üçünsə sanki ilahi hədəf, ilahi mövzuları özlərinə bir vasitə kimi də seçirlər. Siz ifadəni bu cür nəzərdə tutursunuz ki, hədəf dünyanı seçiblər. Bəli. Allaha da pərəstişi vasitə kimi seçiblər. Bəli. Dünyaya pərəstiş eləmirlər. Yəni Allaha da əgər pərəstiş eləyirlərsə, dünya üçün eləyirlər. Bunudur, çox maraqlıdır. Bu çox maraqlı mövzudur. Bir dənə maraqlı ibarə var ki, dinimiz bizə tərk-ü dünya olmağa icazə vermir. Tərk-ü dünyalıq pisdir də, rəhbaniyyət pisdir, dinimiz qəbulləmir, yasaqlayır. İnsan dünyanı tərk eləyə, bu pisdir. Amma dinimiz bizə demir ki, get tərk-i axirət ol.
terki dünya olmaya, ama terki ahiret de olmaya. Təəssüflər olsun. Terki ahiret olup. Əhlullah nə terki dünyadır, nə terki ahiretdir. Və bu elə belə deyil. Bu buluq mövzusudur. Bu mənəvi buluq mövzusudur. Bu ruhi buluq mövzusudur. İnsanın böyümə mövzusudur. İnsanın davranışları ya ağrını aradan aparır, ya bir ləzzət üçündür də. Biz bunu dəfələrlə müzakirə edirik. Buracan bu fitridir. Bu bir qaydadır. Sünnətullahdır. Amma hansı səviyyədə? Ancaq fiziki və fizioloji maddi səviyyədə olanda biz dünya pərəstlikdən və dünya vurğunluğundan çıxa bilmirik. Hətta Allaha pərəstişimiz də belə, Allaha ibadətimiz də belə bunun üçün olur. Maddi mövzuları ya ağrını aradan aparmaq üçün, ya maddi ləzzət əldə eləmək üçün. Və əgər bu çərçivədə qalsaq, böyüməsək, bu bir yeri aparıb çıxartmaz bizi. Biraz böyük mərhələ artıq psixoloji, emosional mərhələ gəlib çıxır. Ki bu tek fiziki və fizioloji və maddi mövzudur. Bu duyğulardır, bu hisslərdir, bu emosional hallardır, filandır. Burada da biraz maddinin üstündədir. Yəni ağrı hiss eləyir və yaxud zövqünü almaq istəyir. Bunların çərçivəsində dünya biraz böyüyüb, bunun aktuallaşması çox gedir. Motivasyon mövzular, nə bilim, empati mövzuları filan və bəzən elə bu çərçivənin içində emosional intellekt və s. Bunlar hamısı sünnətullah burada da işləyir. Ki normalda insan istəyir burada da diskomfortdan çıxsın, ləzzətə can atsın. Amma ancaq bu da olsa, hələ yenə də həyat işə düşməyib. Yaxşıdır bu obursuna baxanda. Amma bu o deyil. Kamal baxımından bu tam deyil. Və üçüncü səviyyə mütəali səviyyədir. O transidental səviyyədir, mütəali səviyyədir, mənəvi səviyyədir, ruhani səviyyədir. Ki insan bu maddi və emosional psixolojinin fövqündə olan bir məsələlərdir. Orada da o hər an ki mütəali olmasa, ruhani olmasa, mənəvi olmasa, ləyaqət daşıyıcılığı olmasa, ona ağrıdır. İstəyir bularsız olmasın. Və bunlardan əldə elədiyi zövq də o qədər vəcd vericidir ki, bunlara can atır. Dinin, həqiqi dinin, İslamın ruhu bu müstəvi üçündür. Ki insan Allahsızlığı ağrı görür. Dərdi də, zövqləri də artıq ilahiləşib. Bəli, ilahi rəngə boyanır. Namazsızlıq ağrı da onun üçün. Bəli. Onun diskomfortu. Əxlaqsızlıq ağrı da onun üçün. İmam Zaman Ağa Əcil Fərəcahumun qeybi, imamsızlıq ağrı da onun üçün. Tam fərqlidir. Elimsizlik ağrı da onun üçün. Və Allahla ünsiyyət, birgəliyi, qurbi ilahi zövq vericidir onun üçün, ləzzət vericidir. Namaz ləzzət vericidir. Oruc ləzzət vericidir. İmamla birgəliyi məiyyət, Əcil Fərəcahumla birgəliyi məiyyət zövq vericidir, ləzzət vericidir. Hər nə ki Peyğəmbər və onun pak əhli beytinə Allah salamı olsunlar, onlardan kənar olmaq ağrılıdır. Onların proqramından, ilahi proqramından kənarda olmaq ağrılıdır. Harada ki
onlarlansan ləzzət verici və zövq vericidir. Baxın, məsələ budur. Bəli. Mahiyyət budur. Bizim tutumlarımız, biz hansı səviyyədə buluğa çatmışıq? Mömin şəxsdə, mütədəyyində üçü də bunların işə düşüb. Üçü də. Fiziki mövzuda, maddi mövzuda önəmlidir. Psixoloji, emosional mövzusu da önəmlidir. Amma onlar vasitədir. Bu ali vəcdə, bu ali zövqə gəlib çatsın. Misal üçün, ailə quruluşunda fizioloji, fiziki mövzular da var, emosional, psixoloji mövzular da var. Amma mütəali, ruhi, mənəvi bağlantı mövzuları da var. Qurbi ilahiyə çatmaq üçün bir mövzu da var. İndi bütün bunlar hamısı yerində olanda olur əhlullah. Olur əhlullah. O da getirir neməti şükrəcən aparıb çıxarda bilir. Biz Rəcəb ayında və Şaban ayında əhlullahın o əhvalına uyğunlaşma. Sən mövzu budur. Biz adi bir dənə salavat çevirəndə məsələn peyğəmbərə salavat göndərmə bu da Quranın mövzusudur da. Allah salavat göndərir, mələikəyə göstəriş verilir ki, onlar göndərsin, möminlər göndərir. Çox maraqlıdır bu. Urəfa təfsirlərdə qeyd edilir ki, Allah ki salavat göndərir peyğəmbərə və Allah vəlilərinin dostlarına, peyğəmbərin əhl-i beytinə, hüccətullahlara, vəlilərə salavat gedəndə, salamı gedəndə Allahın, onlar təthirləşir, paklaşır, məqamları daha aliləşir. Hətta var təfsirlərdə onların ümməti də paklanır. Buraca bu. Amma insanlar, möminlər, iman əhli bu salavatı çövrəndə zahiri tərəfi budur ki, salam göndərir. Onlar da salamının cavabını verir. Bəli. Bu məsələnin zahiri tərəfi. Batini tərəfi budur. Urəfa əxlaq ustadları şərhində verir. Deyir, mömin həqiqi salavat çevirəndə, fərqindəliyi ilə eləyəndə o peyğəmbər və onun pak əhli beytin, Allahın salamı olsun onlara, onların o ali məqamını, o pak məqamının fərqindədir. Özünü onlara bağlayır. Salavat deyəndə deyir, mən onlarlayam. Mən onların şüasıyam. Mən onların ləpirləri ilə gedirəm. Mən onların ardıcılıyam. Mən onlara bağlıyam. Məiyyətini izhar edir. Bir adi salavatın nə qədər batini bir mövzusu var. İndi görün Rəcəb ayıdır, Şaban ayıdır bu dualarda insan o əhvalla eləyə, peyğəmbər və onun pak əhli beytinin, Allahın salamı olsun onlara, o tövhid vadisinə, o ilahi vilayət vadisinə daxil ola, onların bərəkətinə. Mövzu budur. Bu əhvala biz gəlib çatsıq, bu ruhiyyəyə biz gəlib çatsıq, nə üçün və niyələrimiz də yerində olar. Etməlilərimiz də qaydasına düşər. Mövzu budur. Qalan çox sadədir və aydındır. Acıyırıq, suzuyuruq, yatmaq istəyirik. Bəlli ağrılarımız var, bəlli zövqlərimiz var, bəlli ləzzətlər var. Bunlardır. Böyük bir dəyişiklik yoxdur. Qəflətdə ola bilirik, yəqza halında ola bilirik, oyana bilirik.
bəşərin aşağı yuxarı vəziyyəti bəllidir. Hansı halla yaşayırıq, mövzu budur. Hansı əhvalla yaşayırıq, məsələ budur. Kimliyimiz əslində o yaşadığımız mövzuların o dediyimiz şakirlər mövzusu var idi də. Bizim kimliyimizi müəyyən edən mövzular elə bizim o kimliyimiz buradan qaynaqlanır da. Yəni bununla bağlıdır da bizim kimliyimiz. Yəni biz sanki o bu mövzulara davranışma dediyiniz kimi zövqlər və ağırlar mövzusu insanın kimliyini ortaya qoyan ən ciddi məsələdir. Biz nədən zövq alırıq, nədən narahat oluruq? Bunlardır bizə əslində kimliyimizi təqdim edən. Bu günlərdə bir mənəvi müzakirə var idi. Elə bir çay süfrəsi arasında, elə 2-3 nəfərlə. Müxtəlif mövzular var idi. Etməlilər müzakirə olunurdu. Məsələn, həyatdakı işlər, güclər müzakirə olunurdu. Mən də adətən birbaşa sual ünvanlanmayınca çalışıram bir söz deməyəm. Ən azı həyat təcrübəsi bunu öyrədir. Deyiləndə bu şeylərə necə baxırsınız? Dedim, mən nələrin edilməsindən çox əvvəl kim olaraq edilməsinə önəm verirəm. Dedi, Allah bəyənən işlərdir də. Deyirəm, mən demədim Allah bəyənməyəndir. Allah hər şeyi bəyənir. Ruzu dalıca getməyi də bəyənir, dərs oxumağı da bəyənir, təmizliyi də bəyənir, idmanı da bəyənir, hər şeyi bəyənir. Kim deyir ki, bəyənmir? Biz kim olaraq bunları eləyirik? Bir 10-15 dəqiqə biz eyni dildə danışmırdıq. Öyrəşilməyən mövzudur. Dedim, baxın, mən sizi 20-30 il yox, 40 ildir tanıyıram. 35 ildir tanıyıram. Məsələn, 90'ların əvvəlində siz namaza başlayanda siz mömin olmaq istəyirdiniz. Mütədəyyin olmaq istəyirdiniz. Və mömin kimi, mütədəyyin kimi, indi bugünkü sözlərlə əhlullah kimi yaşadınız. İçki məclislərinə getmədiniz, haram mövzulardan uzaq durdunuz və deyir, bəli. Dedim, indi səmimi qəlblə əlinizi ürəyinizin üstünə qoyub, mömin kimi bir gündə nə etməlisiniz həyat tərzinizdə, o kimliyinə baxmaq istəyi var. Çünki bu illərdə namaz qılan kimliyi meydana gəldi. Əvvəl belə idi. Bir adam namaza gəlirdisə, əhlullah olmaq istəyirdi. Mömin olmaq istəyirdi. Bu 30 ildə, 30-90'dan bu yana indi 30 neçə ildə, 30-40 ildə mömin zümrəsi əmələ, üzr istəyirəm, namaz qılan zümrəsi meydana gəldi ki, dedi, mən namaz qılıram, mənim mömin olmaq filan zat işim yoxdur. Namaz qılıram, pisdir, yox, şükür Allaha, Allahını tanıyır, namazını qılır. Bir zümrədə meydana gəldi, dindar zümrəsi. Namaz da qılır, dinin zahiri atributlarına da çalışır, riayət eləsin. Amma həyatı əhlullah olmaq, mömin olmaq, mütədəyyin olmaq mövzusudur. Bir də var, mömin olmaq istəyən, mütədəyyin olmaq istəyən. O, hər hansı mövzuya baxanda baxır ki, burada mən Allah bəndəsi kimi neynəməliyəm? Məsələn, naməhrəmlə əllə görüşmək. İstir kişiyə aiddir, istir qadına aiddir. Mən nə qədər mütədəyyin və mömin insanlar gördüm bu 30 ildə. Ən çetin situasiyalarda dedilər, bu mənim imanımdır, səmimi də riayət elədilər. İndi baxırsan, insanlar namaz da qılır, dindar kimi də özünü sayır, heç o qədər zərurəti də yoxdur. Amma riayət eləmir. Çünki mömin olmaq istəmir. Əllə görüşmə də budur, hicab taxmağın qaydası da kamil halda da budur, geyim tərzi də budur, kişiyə də aiddir, qadına da aiddir, naməhrəmlə ünsiyyətdə də aiddir, həyatın bütün səhnələrinə aiddir, bütün mövzularına aiddir. Övladla münasibətə də aiddir, həyat yoldaşı ilə münasibətə də aiddir, bütün məsələlərə aiddir. Ona görə bu çox ciddidir, kim olaraq?
Biz mömin olaraq, mütədəyyin olaraq, Allah bəndəsi olaraq, əhlullah olaraq, əgər istəyirik Ramazan ayına daxil olaq, Qədir gecəsini yaşayaq, Ramazan ayının hər günündə əhlullah olaraq bəhrə götürək. Bu bir mövzu. Bu bizim davranışlarımızda mütləq özünü göstərməlidir. Təbii. Yox, istəyirik sadəcə bunu bir dənə sezonlu Bəli. bir dövrdə bunu gerək o dövrdə biraz fərqlənsin həyatımız, sonra təzədən həyatımıza qayıdaq bu fərqli. Heyfdir. Mənim sözümün canı budur ki, heyfdir. Biz cəhd göstərsək, səy göstərsək ki, yaxşı olaq böyük mövzudur. Əhlullah olaq böyük mövzudur inşallah. Bəli. Hacı, çox maraqlıdır ki, mən hələ 2 sual bundan qabaq bir sual hazırlamışdım onu verməyə. Mövzu Rahat suallarınızı mövzu o Biz qədər tələsmirik Ramazan ayı mövzusuna. Nə qədər böyün çatdırsa o da o bəhsin içinə daxil olar. mövzu o qədər şaxələndi ki, bu mövzular hamısı zərurətdən doğan mövzular. Bəli, çıxandı. bəli. O mövzuya qayıtmaq istəyirəm hacı. Bu duaları əsasən də Rəcəb və Şaban ayının dualarını. Deməli, dünyanın ən varlı müsəlmanı da oxuyur, ən fəqir müsəlmanı da oxuyur. Çox maraqlıdır ki, deməli bu duaların içərisində adam fərqinə varır ki, o fəqir insan ki, artıq o Əleyhisselam deyir, fəqirliyi ilə bağlı ki, o müəyyən mövzularda qeyd edib, o oxuyanda insanın qəlbində bir aramlıq, bir ümid işarəsi daha da artır. Allahla rabitəsi nə qədər artır ki, heç yerdən heç bir şey vaxt ümid itməyib və bu dünyanın sonu deyil. Bu mövzularla bağlı daha da bir ruhiyyəsi artır. O ki, Quranda ayə var ki, insan o vaxt ki, özünü qəni görər, insan azğınlıq vəziyyətinə gələr. O insan ki, imkanı kifayət qədər yuxarıdır. Bu duaları oxuyanda yenə də o əvvəlki ayarlar, o ilahı Allah bəndəsi halına qayıdır. Hər ikisi sanki bu dualar bir düstur verib ki, insanları normal o ayarlarına qaytarmaq üçün bir qəribə bir dənə düstur var buna. Hər iki tərəf oxuyan. Mən düz anlayıram bu ki, yəni fərqi yoxdur. Hansı nöqtədəsən? Hansı vəziyyətdəsən? İmkanlısan, kasıbsan, çox savadlısan, ortada bilgin var. Kim olursan ol, kişisən, qadınsan. Sən bu duaları oxuyanda öz fabrik, öz bir növ fabrikdən çıxdığın ayarlar halına qayıdırsan. Bu necə bir notebook cürbəcür iş görürlər, ya kompüter cürbəcür iş görürlər, telefon cürbəcür iş görürlər. Amma onu özünün o fabrik, özünün o binövrə reset eləyən kimi qayıtır. Qayıtır. Onu nəzərdə tutur. Bəli, onu deyirəm hacı. Çox maraqlıdır ki, bu dualar insanı o ayarlara çox rahat şəkildə qaytarır. İstəyirdim bununla bağlı fikrinizi alın. Baxın, pandemiya deyilən bir dənə heç kəsin xüsusi istəyi olmadan təcrübə yaşandı. Bəli. Pandemiyaya qədər ciddi araşdırmalar var idi nəsillər haqqında ki, bunlar fərqli nəsillərdir. Məsələn, bir nəsil ki, tutaq ki, X nəslidir. Çox danışmışıq bunlar mövzularda da hər dəfə istəmirik vuruldu. Ki, bunlar məsələn üçün bir cür davranışları var. Y nəslidir, bir başqa cür davranışları var. Z nəslidir, bir başqa cür davranışları var. Ondan sonra da var nəsillər əmələ gəlib son illərdə, 10 illərdə. Amma pandemiya dövrü bunlar hamısı gəldi, eyni şərtlərlə, eyni situasiyalarla, eyni vəziyyətlə yaşamağa başladılar. Təzə bir nəsil yarandı. Pandemiya ilə üzləşmiş nəsil. Çıxdı ki, insan olaraq bunlar hamısı eyni fitrətə malikdirlər, eyni kimliyə malikdirlər, eyni ağrılara malikdirlər, eyni ləzzətlərə malikdirlər və eyni sınaqlara malikdirlər. Və birgə o imtahanı bir insan toplumu olaraq, vahid insan toplumu olaraq verməyə başladılar. Hətta yarı zarafat, yarı ciddi bu söz deyilirdi ki, evdə hamı deyirdi, nə maraqlı adamlar var evin içində. Vaxt yarandı, insanlar bir-birini görsün, söhbət eləsin, ünsiyyət saxlasın.
məsələlərdən bir-birinin xəbəri olsun, danışsın, eşitsin. İndi təsəvvürə götürün ki, məsələn, internet də olmasaydı nə olardı? Ona görə bu bir dənə mövzudur. Bir gün cəmaət böyük bir maliyyə hərcləyir. Xüsusi bir səfərlərə yola çıxır, xüsusi bir treninqlərə yola çıxır, xüsusi bir mövzulara yola çıxır ki, öz təbii halına qayıtsın. O komfort zonasından çıxsın və s. və s. Halbuki Rəcəb ayı, Şaban ayı, ümumiyyətlə gündəlik namaz, bunlar hər biri namazın özü o cürdür. Bəli. Hamını Bəli. bərabər, eyni, fitri, sünnətullahların tam işləyən bir əhvala qaytarır. Hamının şansı var bu mövzuda. Hamının potensialı var. Bir dənə namazda hər kəs imkanı var qaydaya düşə və meyrac baş verə. Yüksəliş baş verə. Oyanış baş verə. Axırda dediyi o salamlar ki, salih bəndələrə salam deyəndə özü o salih bəndələrdən ola. Bu təkamülü keçmə imkanı var. Bəli. Ki, qəzəbə uğramışlardan yox, azmışlardan yox, nemət əta olmuşlardan ola. Bunu səmimi istəyə, namazın axırında onlardan ola ki, onlara salam verəndə o da özü də orada ola. Bəli, bu o başlanğıca qayıdışdır. Çünki ümid ən başlanğıc insani kateqoriyalardan biridir. Ya mən ərcuq li kulli xeyr. Hər kəs bilir ümid nədir. Hər kəs bilir ümid olmasa heç nə yoxdur. Hər kəs bilir məyyusluq məhvdir. Ümid depressiyadan çıxardır. Ümid sabaha inam verir. Ümid hərəkət yaradır. Və yaxud mən gəlib dayanmışam sənin huzurunda. Sanki sənin rəhmətin məni bütün, sənin rəhmətin kölgəsi məni bütün əhatə eləyir. Qaçmıram, tələsikdə döyürəm, tələsmirəm. Ani ləzzətlər dalıca döyürəm. Mən huzurunda dayanmışam. Münacat Şabaniyədə. Və huzurunda dayanmışam, hər şeydən qaçaraq dayanmışam. Mümkündür bunu oxuyan bir mömin ən texnoloji gəlişmələrin içində günü keçsin. Amma onlara baxışı bu olsun ki, onlar vasitədir. Mən huzurum var, Allahın dərgahında huzurum var. Mümkündür bu, bu mümkündür. Amma bu mümkün olanda, əgər belə yaşasa, bu getirib çıxardar imana. Bu getirib çıxardar ixlasa. Bu getirib çıxardar mütədəyyinlik qeyrətinə. Bu getirib çıxardar əhlullah qeyrətinə. Bu imanlılığın dəyərini bilər və bunu yaşamaq istəyər, istəyər ailəsi də bunu yaşasın, istəyər övladları da bunu yaşasın, bunun üçün səy görsədər. İstəyər dostları da bunu yaşasın. Onlarla da bunu birgə, söhbət zorən, hansısa bir təzyiqlə yox, elə bir ab-havayı, necə biri gedir bir dənə dadlı bir qida yiyir, mütləqdir ki, deyir ki, dostum var, geri aparım, o da yesin. Bir iman əhli bunu özü yaşasa, istəyər bunu onun əzizləri də yaşasın. Hər kəs yaşasın. Bunun alternativi nədir? Əhlullahın alternativi nədir? Təşviş, nigaranlıq, depressiya, hər an qıcıq, hər an aqressiya, parçalanma, bölünmə, konsentrasiyasız bir həyat, ötəri,
ödəmələr, hansılar ki besinəmir. Bir ömür can atır, yenə də biraz əldə edir, yenə besinəmir. Elə hey bucur. Yaşlandıqca da ötəri ləzzətlərdə potensialı hamısı zəifləyir. Çığıra da bilmir, bağıra da bilmir. Yəni bunlar mövzudur. Bəli. Bir də var əhlullah. Burada əhlullah ahıllıq yaşına çatanda olur nur parçası. Bunun la ilahe illallah deməsi olur bir başqa. Amma əhl-i dünya olsa, onun ahıl yaşı olur həyal qırıqlığı. Ey kaşlarla dolu. Elə bu əhlullahın ahıl yaşı deyir Allahla liqaullaha hazırlaşır. Elhamdülillah, bəli. Dünya əhlinin ahıl yaşı məyusluq. Görüb dadına baxa bilməmə. Yemək istəyir, çox yeyə bilmir. Qaçmaq istəyir, qaça bilmir. Tullanmaq istəyir, tullana bilmir. Əsəbləşmək istəyir, əsəbləşə bilmir. Bu qədər. Bizim seçimimiz var. Biz eləyə bilərik, əhlullah olaq, eləyə bilərik, başqa şeylər olaq. Bizdən asılıdır. Allah bizə aqibət xeyir. Amin. Bir də bu mövzu ilə bağlı bir sualımız var idi. Buyurun. Acaba maraqlı bir mövzu da Ramazan ayının öncəsi bu mübarək 2 aylıq mənəvi dolu 2 aylıq. Bu belə bir şey demək olarmı ki, istəyirəm bu barədə biraz danışasınız ki, Ramazan ayında Allah Taala sanki bizə fiziki olaraq o mənəvi yüksəlişimizdən öncə bu 2 ayda ki, dedikdə hər duanın özü bir mənəvi təkamüldür. Mənəvi olaraq təkamül özü olmadan fiziki olaraq bu təkamülə sanki bu əsas ruhiyyə, mühərrik mənəvi təkamül olmadan insanın fiziki təkamülü yaşaması. Yəni ən azı oruç tutaraq bu baxımdan deyirəm. Ki Ramazan ayına sanki bizə bu 2 ayın təkamülündən sonra Ramazan ayına vacibi olaraq oruç tutmaqla sanki bizi başqa bir mərhələyə Allah Taala hazırlayır bu 2 ayla bərabər. Və bu 2 ayda biz elə bir hala gəlirik ki, tam amadə halına gəlirik və mübarək Ramazan ayını keçiririk. Yəni sözümün canı bundan ibarətdir ki, bu 2 ay bizi Ramazan ayına hazırlıq prosesinə şakilələrimizin hazırlanmasıdır. Üstündən Urafa 1 il hazırlaşır. Bu Qədir gecəsindən çıxır, sabahı gündən növbəti Qədir gecəsinə hazırlaşır. Bu qədər hər tutum mövzusudur bu, yoxsa neft çıxardanlar haqqında bilmirəm nə qədər da indi filmdə falan da görmüsünüz də məsələn. Neft çıxardanlar bilir ki, tutaq ki, neft çıxardırlar. Neft kəşfiyyatçıları. Bəndənin valideynləri ikisi də neftçi olublar. Bəlli bir dönəmdən sonra da həm də bunun elmi tərəfini, akademik tərəfini və s. də götərincə riyazi modellərin bu mövzuda tətbiqini və s. də tətbiq eləmədə və s. Amma özləri birbaşa həm də neftçi olublar. Həm atam, həm anam rəhmətliklər. Neftçilər yaxşı bilirlər ki, hər yerdə neft çıxmır. Neft çıxırsa da yerdə baxır ki, necə çıxır, hansı yerdə çıxır. Üçüncü də nə qədər çıxır. Bunu müqayisə eləsək, deyə bilərik Bakı şəraiti üçün, Abşeron şəraiti üçün neftdən başqa da su ilə bağlı bunu müqayisə eləmək olar. Məsələn, Bakıda əvvəl, Bakı ətrafında əvvəl su çıxmırdı rahat, içməli su. Məsələn, mənim yadıma gəlir ki, biz uşaq vaxtı, rəhmətli babamın bağında olduğumuz vaxtı
ya elə öz valideynlərimizin bağında olduğumuz vaxtı su mövzu idi. Şirin su çox olmurdu. 5 metr, 10 metrdən çıxmırdı heç bir. Yadımda olan budur ki, 30-40 metrdən, 25-30 metrdən çıxırdı ən yaxşı halda və çox da çıxmırdı. Amma o buru su ki, o şirin su kimi deyil idi. Bir qədər də Quyu suyu. yəni fərqli idi. O 70 metrdən çıxırdı xüsusi laylardan. Day kaçalka ilə xüsusi bir formada day necə var çıxırdı. Onunla siz sulamanı da eləyə bilirdiniz, bütün işlərinizi də görə bilirdiniz və s. Hətta qədimlər bəzən onu içirdilər də. Məsələn. Amma yaramır da onun çay üçün, filan üçün və s. üçün yaramır. Amma yaramır da, yəni bu baxımdan hansısa heyətdə quyu qazanmaq istəyəndə birinci sual bu olurdu ki, hansı su lazımdır? Bağı filanı sulamaq üçün mövzusu olanda ümumiyyətlə şirin su yaramırdı. Mən danışıram, Abşeronda, məsələn, konkret Mərdəkanda, ola bilər fərqli yerlərdə, fərqli situasiyalardır. Ümumiyyətlə də misalda ilişib qalmaq lazım deyil. Misal mövzunu anlamaq üçündür. Hətta yadımdadır ki, məsələn üçün şirin su hamıda olmurdu. Gedirdilər kimdə var, ondan icazə alırdılar. Məsələn üçün vedrələrlə götürürdük, gəlirdik. Məsələn, bilirdik ki, bu çay üçündür. Mütəxəssislər bilirdilər. Əvvəla hətta məsələn o hətta o yoxlama vaxtında mütəxəssislər hətta əllə bilirdilər ki, su səviyyəsi orada necədir. Xüsusən Bakıda üçün neft məktəbi olub, su onun yanında qat-qat rahatdır. Lazımı yerə çatanda dedilər, hə, burada saxla. Onlar onu hiss edirdilər. Necə məsələn üçün bir dənə yaxşı balıq tutan dəqiq hesablayır ki, hə, indi anıdır, yeridir, ya atanda bilir neçə metrə qoymaq lazımdır və s. və bu kimi. Bunu bilmək başqadır. Bu misalım nə ilə bağlıdır? Onlar Qədir gecəsi nədini bilirlər. Bir ömrə bərabərdir. Bir ömür nəsə eləyəsən, əldə eləyəsən, bir də var bir gecə. Bir ömrün yolunu gedəsən. Özdə necə gecə bütün mələikdə endirilib kamil insanın huzuruna, Hüccətullahın əcil fərəcəhumun huzuruna biz də məiyyətimiz olsa İmam Zaman ağa əcil fərəcəhumla bu havadan bəhrələnirik. İndi necə istifadə eləməyəsən buna? Bunu istifadə eləmək üçün necə hazırlaşmayasan? Bir il hazırlaşırdılar. İndi biz bir il qalsın qurağa, bu neçə günü hazırlaşaq. Ramazan ayda birinci gündən hazırlıqdır ona. Quran da orada nazil olub. Mələklər də diri Qurana, Hüccətullah'a nazil olur. Ona görə əhlullah olsun, hazırlaşarsan. Bir də var deyərsən ki, bu gecəni də bir təhər qutarsaydı tez. Bu da bir mövzu. Bu həddə bəhrələndi. Bu da bir mövzu. Oyaq qaldı, bu həddə bəhrələndi. Adam da var, buna başqa cür baxır. Bunun bütün potensialını bilir, o cür baxır. Bu 2 ay bizim tutumumuzun mümkün qədər böyüməsi. Şakiləmizin qaydasına düşmədi. Çünki azım biz... Yəni, çox sadə testdə biz namaz qılanda şövqlə qılırıq ya yox. Şövqlə qılırıq, şakiləmiz sağlamdır. Şövqsiz qılırıq və bu davamsız halsa deməli nəsə vəziyyət yerindədir.
əvvəl vaxt qılmağa çalışırıq, namazı gözləyirik. Vaxtında qılaq. Vəziyyət yaxşıdır. Yox, bu cürdür. Deməli biz nəsə şakiləmiz yerindədir. Mən yadımdadır Ramazan ayının əhya gecələrindəki o göz namazlar var. Orada görürdüm ki, cavan adamlar var ki, məsələn tam o namazın ki riayət edə bilmirlər sayına, amma yaşlı adamlar var ki, heç yorulmadan hamısını da rahatla qıla bilirlər. Tüm mərifətləri var o gecəyə. Yəni bu fiziki aidiyyəti yoxdur. Yox. Ümumiyyətlə mənəvi mövzuların fiziki faktorlar var, amma daha çox burada şakilə məsələsidir. Bəli. Baxırsan ərbəyindir. Bəli. Gücünlə hərəkət edir, orada hərəkət edir, bilir nə yoldadır. Baxırsan sağlam adamdır, biraz gedir, canım sıxıldı. Çünki bilmir haradadır. Bu əslində bu mövzu özü adamı istiqamətə. Yəni mən demirəm burada maddi misal çəkir. Bir var mexaniki fizikanın qanunları, bir də var kvant fizikasının qanunları. Hətta maddi aləmdə fərqli-fərqlidir də. Da bu sübut olunub ki, bir dənə suya bir dənə Fatihə surəsi oxuyursan, suyun halı dəyişir. Mən hələ maddi misalları çəkirim. Gör insanın şakilə və mənəvi tutumu, insanın bütün varlığının vəziyyəti necə dəyişə bilər? Siz deyirsiniz namaz insanın ki, namazı necə şövlə qılırsan, qılmırsan, bu özü meyyardır göstərir. Elə suallarımızdan biri də o idi ki, bu dualarla bağlı məsələdə sanki Allah Teala bu dualara olan şövqümüz, dualara olan münasibətimiz bizim kimliyimizi özümüzə xatırladır. Duaların hekayəti biraz ayrıdır da. Duaları cəmaət çox vaxt oxuyur, mənasını başa düşmür və fikir vermir. Halbuki inancımızın tövsiyəsi budur ki, mənasını fikir ver, düşün. Oxuduğun nədini bil. Əslində namaz bizim özümüzü özümüzə tanıtdırmaq üçün ən uyğun vasitədir. Çünki gündəlik məsələdir. Bəli. Yəni biz kimliyimizi mən görəsən necə bəndiyəmin öz namazımıza baxsın. Namazdır, nudbə duasıdır, kumel duasıdır, təvəssül duasıdır. Cümə gününün ehtiramını saxlamaqdır. Bunlar hamısı bizim kimliyimizin. Bunlar hamısı yoldakı işarələrdir. Bəli. Yəni biz özümüzü tanımaq üçün bunlara diqqət edəcəyik. Bunlar yoldakı sülük yolunun işarələridir. Cüməmiz necədir, oyu. Təvəssül günümüz necədir, oyu. Kumeylimiz necədir, oyu. Nudbə duamız necədir, oyu. 3 dəfə sovet vaxtı yeməyə öyrəşən adam, normalda 2 dəfə yemək həm inancımız tövsiyə edir, həm müasir sağlam qidalanma tövsiyə edir. 3 dəfə öyrəşmiş adam ki, 3 dəfə yeməyə, bir dəfəsini yeməsə narahat olur. Kimliyi o cürdür artıq. Ya bir çox fiziki işlər var ki, baxırsan görürsən ki, insan səmimidir. İmanı var ki, məsələn, səhər filanda durmaq lazımdır, idmana getmək lazımdır, bu qədər çalışmaq lazımdır, sonra bir baseynə girmək lazımdır, sonra bu cür işə getmək lazımdır, sonra gün ərzində bu qədər yerimə lazımdır, bu qədər filan işi lazımdır, axşam da filan saatda telefonu söndürmək lazımdır. Mən demirəm, bu pis yaxşını müzakirə eləmirik. Bu dəqiqə ondan. Kimlik onların artıq formalaşıb. Buna imanı var və səmimi inandığına da əməl edir. Bir gün insan əhlullah kimi yaşaya. Məsələn, baxın, mən əhlullah kimi yaşaya bilməyim üçün nələr eləyə bilərəm? Heç neyi də tərk eləməsin. İşini, gücünü, təhsilini. Onların içində əhlullah kimi yaşasın insan. Gör nələr baş verər. Bir gün adam yoxlasın. Çox maraqlıdır. Deyirsiniz əhlullah kimi. Məsələn, adam adətən sual verilir ki, yəni necə? İnanın o necənin sualının yeri yoxdur. Çox gözəl bilirik əhlullah. Sən bilmirsən necə. Sən sübh namazından, axşamdan başla. Axşam saat 10-da başı vaxt yat. Çox gözəl bilirik ki, əgər əhlullah üçün lazımı bir işin yoxdursa,
xəstəyə baxmırsansa, vacib bir mənəvi işin yoxdursa, insanlara xidmət edici bir işin yoxdursa, axşam 10 tamamda başını at yat. Başına qalx. Səhər sübh namazından bir saat əvvəl dur. Yaşadığın yer ətrafda bir Allah evi varsa, ged ora namazdan bir yarım saat əvvəl Allahla ünsiyyət saxla. Bibi Heybətə ziyarətə gedə bilirsən, ged Bibi Heybətə ziyarətə. 8-əcən özünə məxsussan. Hə, işdə biraz tez çıxmalısan, 7-əcən özünə məxsussan. Məsələn, indiki vaxtla, bax, soğuk bir adam 10-da yatsa, 5-də dursa, 5-dən 7-əcən 2 saat adam özünə məxsusdur. Nə var o 2 saatdadır? Gün açıldı, insanlarla ünsiyyət filan başladı, hər şey əldən çıxır. Sən da gerək iradə eləyəsən, özünü qaydaya salasan. Hə, əhlullah kimi günorta namazından bir yarım saat əvvəl hazırlaş. Get dəstəmaz var, təzələ. Namazdan bir neçə dəqiqə əvvəl dur, get, otur, hazırlaş ki, və bu cür. Bəli. Günün içində o insanlar ki, sənə ehtiyacları var, zəngüvə, dostundur, xəstəsi var, xəstə dostun var, yaxının var filan, sən əlaqə saxla. Ailəndə, uşağında, dostunda, insan kimi mövzularda, faydalı işlərdə, bunlar hamısı, hər kəsi unikal bir Allah, əhlullah olma imkanı var. Bu həyatın yaşaya. Amma buna hədəf yox, vasitə bilə. Biz bugün başa düşdüyüm qədər daxil ola bilmədiyim mübarək Ramazan ayının duasına növbəti dəfə daxil olarım inşallah. Təşəkkür edirəm. Allah kömək olsun. Allah bizə ayılma və oyanma nəsib eləsin. Amin. Mübarək Ramazan ayına yaxşı bir əhvalla daxil olmağı Amin. nəsib eləsin. İltimas olsun. Çox sağ Sağ olun. olun.